Hal-hazırda biz elektrik laboratoriyasındayıq. Burada elektrik avadanlarına xidmət və təmiri üzrə elektrik monitoru qrupunun tələbələri tərəfindən elektrik avadanlıqları fənni üzrə sabit cəryan generatorunun quraşdırılması üzrə fəaliyyət göstəriblər. Onları hal-hazırda fəaliyyətini sizə göstərəcəyik. Burada bu sistemimiz digər laboratoriya işinə aiddir. Hal-hazırda gərginliyimizin olmasını da görürük. Buradan 220 mühərriklə biz generalı hərəkətə gətiririk. Gələcək planlarımızda buna alternativ enerji kimi də, yəni külək enerjisini istifadə etməklə də bunun layihəsini qurmaq fikrimiz var. Amma hal-hazırda biz bu generatorun sabit cəryanı necə verməsini və akkumulatoru necə doldurmasını sizə göstərəcək. İndi buradan biz başlayırıq qoşmağa. Qoşuruq ilkin olaraq biz qoşuruq burada voltmetri qoşuruq. Gördük, bizim axır sabit cəryan voltmetrimiz işə düşdü. 11,44 volt göstərir. Bu akkumulatorun gərginliyidir. Akkumulatorda sıxıntı olmalıdır. Çünki sıxıntı olmasa biz də burada təsirləməni verməyəcəyik. İndi artıq ikinci işimiz mühərriki iş azalmaqdır. Qoşuq. Müəllifin yenilənmiş bir fəaliyyəti yoxdur. Sırf tələbələr öz zəhmətləri ilə bunları yığılır. Təşəkkür edirəm.